Yağışlı, tozlu, küləkli səhərdən hamıya salamlar. Sağa baxırıq, sağ boş. Keçirik. Keçəcəm, arxamdakı maşın yerini dəyişir. Trampilinə görə torumuza eləyirlər. Trampilin üstündə torumuzu problemli yola qədər torumuz eləyirik. Orada torumuzu buraxırıq. Torumuzlara ziyandır. Ətrafı kontrol eləməyi vərdişini tam yaratmamış. Mənim sürdüyüm sürüşlə çalışın, sürməyim. Sağ zolaqla ehtiyatla sürün. Burada sağa yer dəyişmə edirəm. Qəlbən kruqundan sağa dönəcəm. Ona görə indidən sağ zolaqları keçməyə çalışıram. Çünki qabaq probkadır. Bu piyada ola bilsin, yolu keçsin. Yol verirəm. Adam ani üzün çevirib yola, piyada keçidinə addımlayır, keçir. O keçən momenti keçəndə cərimə yazıla bilir. Ona görə ehtiyatlı olun. Çox güman ki, keçəcək o piyada keçidinə. O adamın yerişindən, istiqamətindən tutmaq olur. Fikir verin, tabloda göstərilir. Bu tabloda. İki zolaq sola dönür, sağdakı zolaq düz gedir. Sola dönməyə çalışırıq. Çətinlik yaranan momentdə çalışın, şüşələri açın ki, maşınları, siqnalı, səsi eşidəsiz. Maşına yol verməyəcəm, çünki yol versəm yol ayrıcını dayandırıram. Əsas da geri-geri hərəkət eləyəndə, parkinqlərdə, məhəllədə, hardasa geri-geri hərəkət eləyən zaman mütləq çalışın, şüşələri aşağı indirəsiz. Bizim Tofiqdə iş yoldaşımız. Necəsən Tofiq? Sağ ol, Meyik. Sağ ol, nə var, nə var? Hava yaman soydu. Sulu qar atır deyəsən. Ehtiyatlı ol, ələlik. Tofiq qabaqki parkovkaya girəcək. Mən sağdakı dönürəm, piyadalara yol verirəm. Boşluq var, keçə bilirəm. O piyada uzaqdadır. Yenə avtobus zolağına baxıram, avtobus var, yox. Rahat dönürəm, yoxdursa. Many months later. Kanalımı izləyən, videoma baxan hər kəsə salamlar. Uzun müddət idi video çəkmirdim. Tırdan qayıdandan sonra demək olar videolar çəkmədim. Bir-iki dəfə motosiklla səhv eləmirəmsə çəkdim. Güzgüdə maşınlara necə fikir vermək lazımdır, necə sürmək lazımdır ki, çox yavaş olmasın, yolu ləngitməsin. Bunlar haqqında qısa danışmağa çalışacağam. Parkingdən çıxaq. Bura inşaatçılardır. Şərifzadə küçəsidir. Yola çıxıram. Maşına meşatçılıq eləmirdim. Zaten o zolaqla gəlir. Demək olar ki, hamısının 99% sürücü telefonla oynaya-oynaya, videolara baxa-baxa maşın sürürlər. Ona görə biraz da süni probkalar artır. Bir var maşın sayı çox olsun, bir var mal kimi kimsə telefonla oynayır deyə probka yaranır. Fikir verin, yaşıldır. Piyada keçidində piyada yoxdur. Yaşlı olsa belə yenə də piyada keçidinə baxırıq. Buradan sola dönməliyəm. Güzgüdən, orta güzgüdən arxaya baxıram. Çünki arxadan maşın, gələn maşın məni tost görməyə bilər ki, dayanıram, dönürəm ya nəsə. Elə biləcək düz gedirəm. Mən sola çıxacam. Solumdakı maşın yaxında, amma sürətli deyil deyənə məcburam da çıxım sola. Çünki sağ zanitdir. Burada bir dənə də sola keçirəm. Piyada keçidi var. Piyada keçidinə baxıram. Əsas məsələ güzgülərlə daimi işləmək. Orta güzgü, əsas orta güzgüyə baxmaq və sağ-sol güzgülərinə baxmaq. Sürən hamı deyir ki, sağa keçməmiş sağ zolağa bax, sola keçməmiş sol zolağa, sol güzgüyə bax. Bilirlər bilməyinə, prosta bunu sinxron eləmirlər bütün sağ-sol. Bu maşın dönür, mən keçirəm amma. Maşına yol vermirəm, çünki o çalışacaqdır qabağıma keçsin. Mən biraz aktiv sürmək lazım. Bu maşın dayanıb qabağımda. Solu yandırıram hər ehtimal, onun yanından keçirəm. Sürəti aşmırıq, adam keçir, adamı görürəm, bu maşın ona yol verəcək, mən sola keçirəm. Mən indi hal-hazırda biraz tələskən sürürəm. Insta 360-la çəkdiyim birinci videodur. Bilmirəm necə düşəcək görüntü, ümid edirəm yaxşı düşər. Bilmirəm, işıq yandırsam yaxşı olar, yoxsa işıq sönülü yaxşı görünür videoda. Mən yolda necə rahat sürürəm, necə sərbəst sürürəm, bundan biraz danışacağım. Yolu oxumaq məsələ odur. Qarşıda probkadan çıxandan sonra davam eləyəcəm çəkilişə. 2000 years later. Bir saatdan sonra axır ki gəlib Koroğlu tərəfə çatdım. Güzgülərə baxıram, sağa baxıram, sağa keçirəm. Boşdur, bu yolla irəliləyirəm.
körpünün altı ilə gedəcəm. Buradan sola dönürük. Hər ehtimal sağa da baxıram, qabağa da baxıram. Sağdan gələn yola baxıram, maşın yoxdur. Sol güzgüyə baxıram, ortaya baxıram, arxa məsafəyə baxıram, qabağa baxıram. Sol güzgüyə baxıb sola az çıxıram, soldakı yola. Çox güman ki, xəttin üstünə çıxır. Polis işarə eləyir ki, çıxın xəttin üstünə çıxıram. Polisin işarəsinə fikir veririk, cərimə yazmalılar. Burayla gedə bilirik. Sıxlığa görə maşınları biraz bura ötürürlər. Arada olur belə. Arxanı kontrol edirəm. Arxadan gələn maşın dayanırmı vaxtında, onu nəzarət edirəm. Probka deyə başların qatırlar telefonla ki, güya vaxt geçsin. Biraz da probkanın səbəbkarları olardı. Ən azından təcrübəsiz sürücülər olmasa, telefonla oynayan olmasa yollar bu qədər probka olmaz. 50% rahatlaşar yol. Burada sağ güzgüyə baxıram, orta güzgüyə baxıram, sol güzgüyə baxıram. Bunları çox sürətlə eləyirəm. Göz ucu da baxıram. Kameranı çevirməsəm, başımı çevirməsəm də hamısını danışıb deməyə çatdırmaq olmur. Çünki saniyənin 1 saniyə ərzində demək olar üçünə də çatdırıb baxa bilirəm. Bu cür var. 1, 2, 3. 1 saniyə ərzində. Üçünə də baxıram güzgülərin. Beynimdə 360 dərəcə canlandırıram. Təzə maşınlar lidarla, radarla, kameraları ilə necə ki görüntüləri toplayır, ötürür maşının kompüterinə. Sürücü də onu özü eləməlidir əslində. Yəni belə deyib daha yaxşı sürmək olar. Yolu nə qədər oxuya bilsəz, daha yaxşı maşın sürəcəksiniz. Əsas maşın sürməyin açarı yolu oxumaq, yolu başa düşməkdir. Qabaqda tormozluyurlar, mən də tormozluyuram. Gəlib arxasına çatmamış məsafəmi qoruyuram. Qabağımdakı maşının sürüşündən asılı olaraq özüm məsafəni təyin edirəm, ara məsafəmi. Yan güzgülərə baxmaqda məqsəd yandakı maşından intervalımı hesablamaqdır. Məsəl üçün, qabaqdakı bu iki maşın aralarında 2 metr məsafə var. Mənim də yanımdakı maşından o qədərdir məsafəm. Bir də görsən yaxın olurlar, bir də görsən uzaq olurlar. Məlumatları yığırıq beynimizə. Bu nə işə yarayır? Təhlükəli momentdə o vəziyyətdən qaçmaq istəsək, yanımızdakı maşınla məsəl üçün 2 metrdir məsafə, 1 metr 80, 1 metr 90 sm sağa ya sola ata bilməyimiz üçün, vaxt itirməməyimiz üçün vacibdir. Baxmasam güzgülərə, təzə sürücülər kimi yapışıb roldan qabağımdakı maşını tormuz elədi. Mən də eləyim, sürüm, mən də sürüm. Manqurt kimi belə sürsəm, o avariya yaranası, təhlükə yaranası vəziyyətdə də mən güzgüyə baxıb nəticə çıxarıb hesablamağım vaxt aparır. Onda düzgün qərar vermir adam. Ona görə pastayanlı, canlı, bunları sinxron baxıram, beynimdə analiz edirəm. Bundan yorulmuram, bundan zövq alıram. Maşını belə sürmək lazımdır. Bu informasiyalar beynimdə yığıldıqca mən rahat sürürəm, sərbəst sürürəm, göz yumulu sürürəm bir növ. Təhlükəni anında mən yayınmağa yerimdə bilirəm, çıxa bilirəm vəziyyətdən. Sol zolağa çıxacam sürətlənmək üçün. Yanımda maşın var. Kiçik güzgümdən görürəm, yanımdakı zolaqda. Kiçik güzgüm yan zolağı tam göstərir kör nöqtəni. Bu Ford 70 ilə 60 ilə gedir, çıxıb bu palasaya, 3-cü zolağa. Bu maşın da yavaş sürür, bu Kitay maşını. Keçirəm bu BMW F10'un arxasına. Güzgüyə baxıram, güzgüyə bir də baxıram, boşdur. 07 çox uzaqdadır, keçdim onun qabağına. Sağ güzgü, orta, qabaq. Bunları dayanmadan eləyirəm. Qarşımdakı maşınla məsafəni ölçməkdən əlavə ən vacibi qarşımdakı maşının da qarşısındakı maşınlara baxmaqdır. Bu riyada mümkün qədər qabağa baxmaqdır. Çünki qabaqda baş verən hadisəni əvvəlcədən bilib vaxtında qərar qəbul eləmək olur. Qarşımdakı maşın telefonla oynaya bilər, gec görə bilər. Avariyaların, zəncirvari qəzaların əksəriyyəti bundan olur. Bundan qaçmaq üçün bundan da qabağa baxırıq. Qabağımdakı maşın gec reaksiya versə belə mən tormozluyuram ya da liniyanı dəyişirəm. Məsəl üçün, sağım boşdur. Atıram özümü sağa, vəziyyətdən yayınıram. Yolda düzgün marqat eləyib icazə almaq lazımdır. Heyvan kimi dalbadal marqatlar eləmək lazım deyil. O cür marqatlayanlara mən yol vermirəm. Hardasa 2 il Gürcüstana gedib gəldim tırnan, ayda 3-4 dəfə. Rahat alınmırdı çəkməyə, çünki telefonla istəmirdim çəkim, ona görə videolar çəkmədim. Sağda qayı var, onu da görürəm, fikir verirəm hamısına. Yanındakı BMW F10'u saxlayır. Orta güzgü, sağ güzgü, orta güzgü, qabaq. Orta güzgü, qabaq. Orta güzgü, qabaq. 10 saniyədən, 15 saniyədən biri orta güzgüyə baxmağımız əladır. Qarşındakı Kia Sportage. Onun ya pavrotnik yadından çıxıb yanı qalıb, ya da ki ötmədə olduğunu demək istəyir. Ancaq ötmədə olduğunu demək istəyən maşın oxşamır, çünki çox bəlkə sürmür. Yadından çıxmır pavrotnik.
Keçmək istəyirəmsə bir balaca soluna baxıram, qarşısı boşdur. Ona bir dəfə marqat eləyəcəm, o yoldan çəkiləcək. Fikrim, bir dəfə marqat elədim, pavaroting yandırdı ki, uyğun vəziyyətdə çıxsın, mənə yol versin. Çıxdı, mənə yol verdi. Sağ olsun, bir dəfə avarini yandırıb sağ ol deyirəm. Təzə videolarsa, bəzi videolarda sürücünün hara baxdığını nöqtələrlə göstərir, qırmızı, göy. Videonu editləyəndə onu eləyə bilsəm eləyəcəm. Uzun proses olsa hara baxdığımı sizə göstərməyə çalışıram. Sol güzgüyə baxıram, sol güzgüdən arxa aydın görünür, rahat. Sağ güzgü biraz uzaq göstərir. Sol güzgüdən arxanı yoxlayıram, orta güzgüdən də yoxlayıram, soldan da. Maşın qabağıma çıxa bilər. Baxıram, onun sürüşündən mən hiss elədim ki, o mənə qabağıma çıxmayacaq. Onu hiss eləmək lazımdır. Praktika ilə bunlar yığılır adamda. Sürücülərin psixologiyasını oxumaq lazımdır. Maşınları o cür oxumaq lazımdır. Maşınlara baxanda kimin necə sürdüyünü, təcrübəsiz olduğunu, tələsib tələsmədiyini anlayıram. Bu illərin praktikasıdır. Çalışın yolları oxuyasınız. Təzə sürücülər bilmirlər. Başa düşürəm, ancaq buna başlamaq lazımdır. Axşam sürmək əslində çətin deyil. Çünki axşam maşınların işıqlarından maşınların harada olduğunu daha rahat görür adam. Burada mən sağa dönürəm. Düz Mərdəkan yoluna girməyəcəm, sağla gedirəm. Həmən o polislər gəlirlər arxamca. Onlar mənə çatana yaxın az qalmış. Mən çəkilib yol verəcəm. Gözləmirəm ki, gəlib marqat eləyib dirənsinlər arxama. Mən indidən sağ zolağı tutacam. Özü də deyir sağdan çox su baxmır. Konvoyun arasına girmək olmaz. Yol boşaldı sol, mən sola çıxıram. Onlarla bir sürməyəcəm, onlar çox sürətli gedir. Bax, tormozluyuram, ara məsafəmi qoruyuram. Müəyyən qədər yaxınlaşıram, ondan artıq yaxınlaşmıram. Öz limitlərim var, qarşıdakı maşın sürüşündən asılı olaraq. Arxamdan Mercedes gəlir, o sürətli gəlir, hiss eləyirəm. Güzgüdə onu görürəm, baxıram. İndi o sağa keçəcək, bizi ötməyə çalışacaq. Mən biraz sürətlənəndən sonra mənim zolağıma girəcək. Fikir verin, girdi arxama. Mənim zolağımdadır. Onu yolu oxuyub bilmək lazım. Mən indi buradan çıxmasam mənə marqat eləyəcək. Mən çıxıram, heç marqat da eləmədi. Çünki ona yol verirəm. Hiss eləyirəm ki, o sürətlənir, tez sürət yığır, sürətli getmək istəyir. Heç kimə məşaqçılıq eləmirsən. Keçirəm təzədən sol zolağa, solda heç kim yoxdur. Yolda necə rahat sürdüyümü izah eləməyə çalışıram, sərbəst sürdüyümü. Çünki kontrol eləyirəm. Mən kontrol eləyəndən sonra mənə heç nə vahiməli gəlmir. Buradan çıxan maşınlar da bizim zolağa birbaş çıxmamalıdırlar. Hər ehtimala ehtiyatlı oluruq. Onların burada sürətlənmə zolağı var. Orada sürət yığıb bizim axına uyğun olandan sonra sürətini artırırlar. İndi qarşıda mən razvarot eləyəcəm arxaya. Həmən şeyi göstərəcəm. Mən marqat eləmirəm, maşın mənim sürətimi görür, sürücü maşını çəkir sağa. Yəni, bu sürücünün təcrübəli olduğu deməkdir. Dövlət maşınları əksəriyyət təcrübəli sürücülərdir, telefonla oynamırlar, düzgün sürürlər. Biz döngədə nəyə fikir veririk? Döngədə bilgətdən gələn maşınların buradan Buzagülbanın qurğuna girib dala qayıdacaqsa, bu sürətlənmə zolağımıza girəcəklər, ona baxırıq. Yox, dönən yoxdursa, baxıram maşın yoxdur. Bu maşın kimi səhv eləyib sağ zolağa keçmirik. Bu zolaqla irəliləmək lazımdır. Bura sürətlənmə zolağıdır. Bunu deyirəm dəfələrlə. Burada sürət yığırıq 70-80 təxmini. Ondan sonra keçirik bu zolağa. Fikir verin, 85-80 gedirəm. Rahat bu zolaqla sürətlənib keçmək lazım. Birbaş o birisi zolaqlara keçmək olmaz. O birisi zolaqdan da əgər burada maşın gəlirsə, biz onlara maneçilik törətmirik. Əgər maşın o sürətlənmə zolağımıza giribsə, deməli o qurğuya girir, Zagülbanın qurğuna. Onda biz ona yol verməliyik, borcluyuq, orada yol ver işarəsi var. Burada Kamazın sağına girməyə ehtiyac yoxdur. Kamaz çox güman ki, sağa çəkəcək. Çünki qarşıdakı maşınlar geriyə dönüş eləyirlər. Solum boşdur, çıxıram sola. Kamazın arxasından da çıxmış oluram. Piyada keçiddə diqqətli oluram. Böyük maşınlardan qorxmaq lazım deyil. Soldakı maşının mənim heç bir məşaqçılığı yoxdur. O məni görməyib, onun kör nöqtəsindəyim. Məni görməyib üstümə dönə bilər. Hər ehtimala ya sürət artırıb özümü göstərirəm, ya o dönmək istəyirsə siqnal vermək lazımdır, ya da sürət azaldıb yol vermək lazım. Burada sol zolağa keçirəm. Piyada keçidi diqqətlə baxırıq sağa sola. Keçin sağa, sağ zolaqla davam edin. Boş-boşuna sol zolağa çıxmayın. Müəllim yanına gedirlər, praktikanı
maşın sürməyi öyrənirlər. Ancaq ondan sonra çıxıb yollarda pis sürürlər. Çünki təcrübələri, praktikaları yox. Müəllim də mən deyənləri bu cür öyrətmir. Müəllimlərin öyrətdiklərini görürük. Bəlkə də istərində bir iki dənə müəllim olar ki, sağ zolağı tutaq, yoxlayaq, gör sağda nə var. Sağda bir problem yoxdur. Sağda avtobus dayana bilir, tez-tez başa düşürəm. Bəzi təzə sürücülər ondan qorxur. Yolda maşınlar dayanır, adam düşürdür, mindirir. Ona görə çalışırlar sola keçsinlər. Sağda problem yaranmamış, sola baxıb nəzərə alıb keçsin. Bilmirəm, ayaq görünür yoxsa görünmür. Mən tabanı öyrətdiyim kimi 0.7-də tormozun altında saxlayıram. Ayaq çəp qazda 45 dərəcə ki, tormoza basmağa vaxt itirməyək. Bu maşını ötürəm, bu maşın yavaş sürür, solum boşuydu. Mənim rahat sürməyimə səbəbi adam var. Görürəm, xəttin üstündə adamı, ehtiyatlı olurum. Rahat sürməyimə səbəb yolu yaxşı oxumağımdır. Yolları düzgün oxuyub, düzgün qərar vermək lazımdır. Ətrafı daima nəzarətdə saxlamaq lazımdır. Sağdan, soldan, arxadan maşınların məsafəsini. Buradan küçəyə dönürəm, piyada keçidinə baxıram. Küçədə adamlar, maşınlar olub-olmadığına baxıram. Dönürəm. Bu qədər. Ümid edirəm video maraqlı alınıb. Sağ olun, hələlik. Day 2 tomorrow. Sabahınız xeyir, part 2. Səhər arxaya baxıram güzgüyə. Güzgüdə maşın var arxada, adam da keçir. Tələsmirəm arxaya verməyə, asta-asta. Deməli, videonun davamı səhər işə gedirəm. Bura avtobus zolağıdır, avtobus zolağına girəcəm, ancaq çıxacam körpü tərəfə. Boşluğu görürəm. Sola pavarotik yandıra-yandıra çıxıram. İşığı yanan maşın demək olar dayandı, bizə yol verir. Keçirik, sağ ol deyirik. Belə, sola baxıram, çünki sağ mənim zolağım sıxılır. Burada mən onlara yol verməliyəm. Qarşılıqlı anlaşırıq, yol alırıq, keçirik. Bir nəfər ağıllı saxlayıb adam düşürdür. Hələ adam düşürdür, mindirir, keçək buradan. Keçəndə də güzgüyə baxırıq ki, maneçilik eləmirimi. Birdən mən keçən vaxtı maşın tərpənər, ona fikir vermək lazımdır. Zola biraz yavaş gedir, solum bomboşdur. Sol zolağa keçirəm. Kontrol edirəm arxamı. Qabaq, orada, sağ. Növbəli kontrol edirəm. Yenə sağa baxıram, sağım boşdur. Çıxıram sağa. Çünki buraya biraz yavaş gedir. Çıxdım oradan. Burada boşluğu gördüm. Biraz da qabağa gedirəm. Maşınlar görürəm ki, tələsmir. Sağa baxıram güzgüyə, qabağa, güzgüyə, qabağa. Arxamdakı o qara Hyundai'ya meşatçılıq eləmədim. O Hyundai nə tormuz elədi, nə bir şey mənə görə zolağı tuturuq. Qabağımdakı maşın yavaş sürür, soldakı da yavaş sürür. Keçirəm bu araya, sola onun qabağına. 4 fara dönür, buna şərait yaradıram, keçsin qabağıma. Gəmi döndərir elə bil. Maşınları oxuyuram, Mercedes-ə baxıram, S-klasa üstümə çıxar, yoxsa çıxmaz. Onun sürüşü biraz arada cəlddir, aktiv sürür. Elə maşınlardan diqqətli oluruq. Maşınların bir də qabaq təkərlərinə baxırıq. Yəni, bu sürətdə yox, əslində biraz aşağı sürətdə. Təkəri bir balaca sola döndərsə, hiss edirsən ki, bu maşın sola çıxacaq, ya sağa. O da qarşısındakı şəraitdən asılı olaraq. Sürəti azaldıram, burada biraz kesdim sağa, sağım boş idi, baxdım. Bu boşluğu doldurum, balansda geçsin yol, həm də özüm qabağa düşüm. Fikir verin, oradan 2 maşını kesdim. Qələbənin qırığından sağa gedəcəm mən, piyada keçidinə baxıram. Maşın yavaş sürməyinə durub baxmayacam, arxa sizə getməyəcəm, mən o sağdan kesdim. Yavaş sürür, abqon sayılmır. Bu, mən sağa keçib, sağ zolağı tutub, düz gedib, sağa dönürəm. Ona görə abqon sayılmır. Elə maşınların arxasına düşüb, saatlarla tısbağa kimi yol getmək lazım deyil. Süni probka yaranır. Hər ehtimal sola baxıram, dönə-dönə bura baxıram. Buradan piyadalar keçirlər əvvəlcədən. Bu keçidə gəlməmiş. Üstəfor marqat eləyir, saxlamaq lazımdır.
Sürəti artırıb sarı yanan moment keçə bilərdim, amma ona ehtiyac yoxdur. Svetofor marqat elədiyin görürük. Sonra arxa boşdursa dayanırıq. Tormuz eləyən momentdə saxlaya güzgüdən gözü arxaya baxırdım. Arxa boş idi, ona görə dayandım. Arxamda maşın çox yaxın olsa ehtiyatlı dayanacaqdım. Əgər o məni görməyib, mən tormuzu verəndə o vermirsə sürəcəkdim. Tormuz ayağıma atanda onu hiss edirəm. Sürür yolu oxuduqca adam başa düşür, rahat sürür. Kimin tələsdiyin, tələsmədiyin, kimin təcrübəli olduğun, təcrübəsiz olduğun rahatca görmək olur. Videoları çalışacağım qısa eləyim. Yol daraldıblar. Burada iki maşın ancaq gedir yanbayan. Bir də baxın, maşınlar güzüşü qatlanıb. Sönülü maşındırsa problem olmayacaq 99%. Amma bir də görürsən ki, hansısa maşın qapını açır, düşürlər. Oradan ehtiyatlı olun. Yavaşca saxlayırıq, piyadaya yol veririk. Yenə piyada gəlir, bunlara da yol verək. Sağıma maşın girib. Mən yavaş sürsəm o mənim üstümə də çıxıb gedə bilər. Yəni qatlayıb buradan sağdan keçə bilər. Ona görə ehtiyatlı oluruq. Vaxtında sürürük. Adam keçdi, sürürük, tərpənirik. Fikirlərin maşını keçdim mən, sağından keçdim. Bu abqon deyil. O maşın yavaş sürür, mən sürətimi artırıb keçirəm. Yolumda, öz zolağımda sürətlənirəm. Dönürük svetofordan, piyadaya baxırıq, yoxdur. O birisi piyada hələ uzaqdadır, yolun o birisi tərəfindədir. Dönə bilirik rahat. Avtobus zolağına baxıram. Avtobus gəlmir deyə girirəm. Çünki qarşıda maşın var parkingdə. Avtobus olsa bura girməyəcəkdim. Belə bir videoya da əlavə eləmək istədim. Sola dönəcəm. Ehtiyatla sola döndüm. Buradan sağa dönüb sağdan geri dönəcəm bu küçə ilə. Sağa dönən zaman piyadalara yol verir. Piyada keçididir, piyadaları yaşıldır. Buradan geri dönəcəm. Buradan mümkün tapdığım bir yerdən geri dönüş eləyəcəm. Buradan geri dönüş eləyə bilərəm. Hərçənd ki, dardı qabağım. Xəttəcən gəldim. Arxaya baxıram. Arxadan maşın gəlmir. Yuxarıdan gələn maşına baxıram. O qırmızı maşını nəzərdə tuturdum. Ona mümaneçilik törətmədən döndüm. Qısa bir videoya əlavədir bu. Burada svetovara baxırıq. Marqatdaysa keçmirik. Çünki yol ayrıcı keçəcəyik. Sola yandırdım. Dönürəm sola. Buradan sağdan gələnlərə də yol verməliyik əslində. İstimai televizyon qabağıdır. Sağdan yolumuz kəsişir. O sağımız sayılır. Burada yancaq doldurma məntəqəsinə girim. Zapravkaya. Sonra videonu davam eləyəcəm. Dönməliyəm. İkinci palasanı tutmalıyam. Yol nə qədər ki boşdur, yola fikir verirəm. Burada ehtiyatla keçirəm. Əgər yol boş olmasa gözləyəcəm bir xeyli svetofor açılsa, maşınlar geçsin ki mən bu ikinci zolağı tutum. Çünki sağdakı birinci zolaq ancaq sağa dönmədir. Orayla düz davam eləmək olmaz. Bunun üçün lazımsa zapravkada gözləyirəm o çıxışda. Çıxışda gözləyirəm. Bu cür maşınlar yığılandan sonra dönə bilmirəm mən bu ikinci zolağa. İkinci zolaq artıq tutuldu. Mən çıxan vaxtı biraz boşluğuydu. Boşluq olmasaydı videoya onu da istəyirdim göstərəm. Sağdan abqon eləmək olmaz, təəssüf ki. Belə ötərdim. Tələsmirsən, get sağa, sağla get. Qoy biz gedək. Qoy yaşayaq. Piyada keçidində yol veririk. Buradan geriyə dönəcəm mən. Geriyə bu küçəyə girəcəm dönüb. Çünki parking qabaqdadır. Probkalı yola girəcəm. Prius var, taksi. Çıxa bilirəm. Rahat çıxıram yola. Sağa yandırıb, buradan da sağa girirəm. Bu maşın dönsə gedəcək. Ford dönür. Hər ehtimala Forduya baxmırıq. Biz sola baxıb özümüz də kontrol edirik. Fordun ağlından çıxmış ola bilər. Ford burada yavaş tərpənəcəyi üçün mən sağ zolağı tutacağım. Fordun yanına girəcəm bu araya. Svetoforda aynı tərpənəcəm. Sola baxıram, gözgəmiş açılam yox, avtobusu yox. Fordla eyni dayanıram. Svetofora baxıram. Svetofor marqat eləyəndən 5 saniyəsi qalır. Açıqdır, hər ehtimala piyadaya baxıram. Ford hələ tərpənməyib yerindədir. Maneçilim yoxdur heç kimə. Svetofor yaşıl olsa belə yenə də diqqətli olun. Adamlar keçə bilir. Adamlar svetoforun rəngini demək olar çoxsu baxmır. Tələsir, keçir. Düzgün saymırlar. Deyirlər ki, maşını da gözləyər mənə, yox qaçım, keçim.
Bu momentdə ani tərpənməmiş, həmişə baxın piyadaya. Mən baxıb sonra tərpənirəm, o maşına siqnal eləyə, üstümə çıxmasın. Özümdən asılı olmayaraq baxıram piyada zolağına, gözümün qabağında canlandırıram bir dənə ki, yol boşdur, yoxsa yox. Beyinə siqnal gedəndən sonra ki, piyada zolağı boşdur, qıraqlardan adamlar gəlmir heç kim. Svetofor yaşıl olan kimi tərpənir. Bunu vərdiş elətdirmək lazımdır. Buranı adətən dar saxlayırlar, keçə bilmirlər maşınlar. Ya sürə bilmirlər, dar yerdən keçə bilmirlər deyən ilişirlər orada. Ehtiyatlı olub dönən maşınlar birdən özünü atarıb sağdakı maşın üstümüzə çıxar. Fikrimiz onda ola-ola ayağımızı qazdan çəkirik ehtiyatla. Lazım olan kimi torumuzu basa bilək, gecikməyək. X-Trail'in qabağındakı çanqan sürə bilmir. Yarım saata keçir onun qabağına ora. Ona görə orada biraz sıxlığa düşdü. Mən sol zolağı tutmuram. Soldan da dönə bilərəm sağa. Dönənlər də var. Ancaq ki, düzgün deyil o. Cərimə yazılmır deyənə soldan da döndürlər. Onu eləmirəm mən. Saniyəmizə baxırıq. 1-2 saniyə yaşıl olsa da 1-2 saniyədə sonunda keçmirik. Piyada zolağının boşluğundan əmin oluruq. Avtobus zolağından maşın gəlmədiyindən əmin oluruq. Ondan sonra parkingimizə rahat dönürük. Bu qədər. Ümid edirəm, qısa da olsa bu videoda nəsə işə yarayar. Kiməsə faydalı olar. Bu iki maşının arasına girim, parking eləyim bura. Bir də onu da göstərim, saxlamışkən. Maşını parkingə atmaq üçün bəzi videolar çoxdur, internetdə çoxlu videolar var. Deməli, neytrala qoyub, ruçnoyu çəkirik. Bax, bu cür deylə gəldim, dayandım. Neytrala qoyub, ruçnoyu çəkirik. Ancaq burada bir şey var. Ruçnoyu çəkəndən sonra parkingə atmırıq. Biz ayağımızı tormuzdan çəkməliyik. Tormuzdan ayağımızı çəkirik. Neytralda ruçnoyun üstünə maşın asılır. Ondan sonra torumuzu basıb parkingə qoyuruq. Yəni, neytralda bir dəfə ruçnoyu çəkirik, torumuzu buraxmalıyıq mütləq. Torumuzu buraxırıq ki, maşın tam ruçnoyda dayansın, sonra torumuzu basıb parkingə qoyuruq. Düzgün qaydası budur. Hər kəsə uğurlar, ehtiyatlı olun yollarda, yeni videolarda görüşərik.